Ee, Bir vaxt bu Kedmi var, Yakov Kedmi siyasətçi, o Türkün düşmanı demək olar. Türkün düşmanı. O Kedmi nədirsə yaxşıdır. Yakov Kedmi. E, Deməli deyir, bilirsiniz, ən çoxu demək olar ki, erməniləri deməli məhv edən, öldürən erməniləri deməli soyqırım törədib, Kürdlər. Kürdləri deyir ha. Deyir kurda rezili armiya. Просто так. Просто da heç nə. Nə milli, nə can. Amma türklərin nifrəti var imiş ki, güya necə bir millət kimi ermənilərə haylar. Niyə nifrət eləyib? Bunu necə uydurur bunu? Hansı ki, nifrət eləsəydi türk erməni götürüb rejissor qoyardı. Erməni general qoyardı. Osmanlı imperiyasında başlar nazirə az qala qoyulmuş, nə bilim, alimlər yazı, tarix yazırdılar. Türk əgər nifrət eləsəydi, yenə də deyirəm, bütün dünya qarşısında hamı, Türk nifrət eləsəydi, haylara götürüb nazir qoyardı, onu ordu generalı qoyardı, onu vəzir qoyardı, onu elmə, onu tarixə qoyardı, yazıçı eləyərdi, onu. Ay kişi, burada deyir ki, erməni gətirib istifadə edir ki, biz növbətü qaldırmışıq Bakıda. Deməli, görün, 1830-da, 40-da növbət tapıblar. Növbətin üstündə Azərbaycanlar işləyib, sonra Avropalılar gəlir. Ermənilər çıxır ki, gəlib biz neft sənayesini biz qaldırmışıq. 1890-da 1885-də birinci ermənilər gəlibdi. Ay kişi, hazır. Deməli, hər şey hazırdır. Bunlar deyir ki, biz. Görürsünüz, yəni biz də Türkiyəni qaldırmışıq. Ay kişi, Atatürk'ün deyir kostyumunu, şalvarını tikmişik. Atatürk'ün lap Atatürk'ün tumanını giydiribsən, maskesini giydiribsən, ay erməni. Bu deməkdir ki, Türk səfehdir. Türk ağıllı millətdir. Görüb ki, işləyənsən sənə qoyub da o vəzifə verib də. O demək deyil ki, Türkün ağlı yoxdur. Bakıda hər bir milləti qoyurlar vəzifəyə Azərbaycanda. O demək deyil ki, Azərbaycanlı səfihdir. Ada qoyur da işdə də, alim də ol, general da ol, prezident də ol, burada nə var? O demək deyil ki, Türk bacarmır. Əlində o Kürt beyindi, deməli biz erməni, başqa millət. Hər millətə Türklər qoyubdur. İndi gedib Atatürk'ün tumanını giydirilmiş, kömək eləyirmiş, külbaşla sənə yetimlə olan yaxşılıq eləyib də Atatürk. Sizə qoyubdur, işləyibsən, tikirsən, bina tikirsən. Deməyib ki, gəl otur başıma. Deməyib ki, deyəsən ki, Türk nədir? Kürt beyində heç nə bacarmır. Biz elədik, biz qaldırdıq, biz elədik. Qoyublar da işdə də yaşa da. Sizə nifrət olsaydı Türk qoymazdı. Ona görə görürsən, Kedmi deyir ki, Kürdlər başlarını kəsilmişdir. Yəni, bilmirəm, yalan deyil, düz deyil. Ancaq Kürdlərə əziyyət verirlər ki, Kürdlər də deyirəm, erməniləri qırmış. Bugün deməli, bu Kedmi Kürdləri ki, deməli, Türkiyə, erməniyə qarşı ki, deməli, baş kəsməyini güya soyqırım törədiblər erməniyə qarşı Kürdlər. Eyni zaman deyir ki, gələk Kürdlərə kömək eləyək, Türkləri məhv eləsinlər. Görün, bu Kedmiyə bax, başa düşdünüz nə deyirəm? Buradan deyir ki, erməniləri məhv ediblər Kürdlər. Oradan da deyir ki, bugün lazımdır Kürdlərə dəstək olaq, Kürdləri silahlandıraq ki, Kürdlər qalib gəlsinlər. Suriyada, deməli, Türkiyədə, hər yanda, İraqda, bax belə. Yəni, Kürdlər hakimiyyətə gəlsin, Kürdlər. Buradan deyir, erməni məhv edir, oradan deyir, Kürdü görürsünüz, nə? Bax, bu Kedmi deyir.
Eyni zaman bu Şevçenko var. Mən demişəm hər dəfə, jurnalistlər ümumiyyətlə 10 dollara var dövlətdə, anasını da, hər şeyini də satar. Varını da satır, şuanı da satır. Jurnalistlər ömür boyu, yəni bax belə olublar. Onların indi bir 10% yaxşısı varsa, amma 90% belə satqındır. Böy sənə dostu, sonra səni aşağılaya bilər kimsə. İndi nədirsə yaxşıdır. Görün nə fikirləşib. Şevçenko, jurnalist, həmişə ermənilərə söyən, ermənilər satqındır, ermənilərə çörək Azərbaycan verir, dövlət yaradıbdır, ruslar dövlət yaradıbdır Azərbaycanda, erməni dövləti yaradıb. Şevçenko da deyir də, yəni bu. Deməli, bugün nədirsə yaxşı. Deyir ki, görün Azərbaycanda nə baş verir. Yazıq avarlar, ləzgilər Rusiyaya gələ bilmirlər. Yol bağlıdır, buraxmırlar. Nə bilim, sonra nədirsə yaxşıdır. Deyir ki, samolyot var, Azal samolyot. Deməli, Bakıdan Qroznyaya uçurmuş, orada ləzgilər imiş. Ləzgilər uçurmuş, Qroznyaya, deməli, Dağıstana gedə bilmirmişlər. Gediblər güya Çeçenistana. Çeçenistandan keçsinlər, belə nağıllar, özü də ləzgilər, bədbəxt ləzgiləri niyə sən bura qatırsan bu işə? Ləzgi, avardır, başqa millətləri görün Azərbaycanda. Görün, bax bu jurnalist, bugün Azərbaycanı, deməli, ermənilərə deyir ki, siz soyqırım törədibsiz Azərbaycana. Bugün durub deyir ki, ləzgilərin yolunu bağlayıb Azərbaycana. Bu nə oyundur, bu nə qədər alçaq insanlar həyatda. Görürsünüz, bax, hamısı satqındır. Mən deyirəm, yəni bizə o deyirəm, biz kimə dost deyirik, qardaş deyirik, hansı dövlət, hansı millət, hansı istəyir kim olur olsun, fəhləsi, jurnalisti, siyasətçisi, kimlə dostluq edirik, bizi satırlar, qardaş. Azərbaycanın yenə də deyirəm, bu nə, bunu mən başa düşəmirəm. Bu nə marağı var? Bugün Şevçenko belə çıxışlar eləyir. Bax, ona görə bunların, bu jurnalistlərin bu görürsünüz necə dönürlər, necə adamı sata bilərlər, necə haqsızlığı, deməli, haqqı vurub tapdalayır, haqsızlıqdan danışır. Yəni bunlar görürsünüz, pula görə hər şeyə, deməli, hazırdılar. Bu qədər. Bax, bu yoldaşdan da istəyirdim danışam. Mən düzdür, olmuş, yəni vaxt da yoxdur.